Pensiya ilə bağlı əhaliyə vacib xəbər, qaydalar dəyişir. Demək, pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasına dəyişiklik edilib. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Ümumiyyətlə Azərbaycanda pensiyalarla bağlı qaydalara daha hansı zəruri dəyişikliklər edilməlidir? Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı referansın suallarını cavablandırıb. Sosioloq bildirib ki, bunlar əsasən texniki dəyişikliklərdir və buradakı problemlər pensiyanın fundamental əsaslarındadır. Pensiya sistemində olan problemlərdən biri ən əsası pensiya kapitalının yığılması həcmi və müddətidir. İndiki pensiya kapitalı 45-46 min təşkil edir. Bunun yığılması üçün də orta əmək haqqı alan sosial sığorta pensiya fonduna ödəyən vətəndaş ortalama 45-46 il işləməlidir. Problemlərdən biri də odur ki, şəxs vəfat etdikdən sonra həmin şəxsin kapitalının onun ailəsinə verilmir. Bu məsələ dünyanın bütün ölkələrində demək olar ki, belədir. Yəni bu şəxsin şəxsi kapitalıdır. Amma bu vəsait şəxsin varislərinə, ailəsinə verilməlidir. Statistika göstərir ki, kişilər 50 yaş civarlarında vəfat edir və yığdığı orta vəsait batır. Bu isə tamamilə ədalətsiz bir sistemdir. Ekspert deyib ki, ölkəmizdə statistikaya görə pensiya yaşını keçənlərin çox az hissəsi 77 yaşa qədər yaşayır. Onların da çox hissəsi bunu 3-5 il artıq ala bilir. Burada da yenə kapitalın 60-70% batır. Digər problem budur ki, başqa ölkələrdə pensiya kapitalı toplandıqda həmin şəxs bu pulu birdəfəlikdə götürə bilir hissə-hissədə. Bu qeyd edilən məsələlər çox ölkədə işləkdir. Lakin təəssüflər olsun ki, bizim ölkədə pensiya məsələsi inkişaf etməyib. Müddət uzadılıb və müxtəlif çətinliklər özünü göstərir. Qadınların 1-2 il, kişilərin 1-3 il pensiya yaşına çatmamış vəfat edir. Əlavə olaraq əvvəllər bizdə uzun müddət işləyənlər var ki, son dövrlərə qədər icbari sığortaya cəlb edilməyib. Yəni, şəxsin işlədiyi müəssisə obyekt pensiya fonduna pul ödəməyib və şəxsin bunu rəhbərdən tələb etmək hüququ olmayıb. Beləliklə, şəxs məcburən əmək fəaliyyəti göstərib və bunu təsdiq edən sənədlər də var, amma pensiya kapitalı 2006-cı ildən sonra qəbul edilən qərara qədər bəzi şəxslər işləməyən kimi hesab edilirlər. Həmsöhbətimiz qeyd edib ki, həmin dövrlərdə işləyən şəxslərdən tutaq ki, 1000 manatlıq işdə də işləyən olub, 300 manatlıq işdə də işləyən olub. İndi isə onların pensiya kapitalı eyni şəkildə hesablana bilməz. Bu kimi problemlər son nəticədə əhalinin böyük hissəsinin minimum pensiya almasına gətirib çıxarır. Onların stajları batıb gedir və yaxud pensiya kapitalını toplaya bilmədiklərinə görə daha çox işləməyə məcbur olacaq, ən yaxşı halda da minimal məbləğdə pensiya alacaq. Bundan əlavə də 65 yaşda və yaxud ondan bir neçə il sonra da vəfat etsə yığılmış pensiya kapitalının ya hamısı ya da yarısı batmış hesab ediləcək. Bu artıq pensiya sistemi deyil, vətəndaşın şəxsi kapitalının dövlətə qalması deməkdir.